İnnallaha rabbi və rabbukum fa'buduhu hada siratun mustaqim. Bu İmam Hüseyin'in katillerinden ümidler olan muhtar. Bunlar mesela önce şişirdirler, öyle kahraman ediyorlar. O doğrudan her oldu. Muxtar Saqafi əslində zındıqdır. Zındıqdır. O birinci deməli çıxır göy ki, Əhl-i Beytin aşiqidir. Qisas almaq üçün. Sonra özü Mehdi elan eləyir. Azır gedir. Sadəcə ola bilər hansısa məzhəb, şiə məzhəbi onu qəhrəman eləyir. Ne üçün? Çünki Hüseynin qatillərinin, düşmənləri Hüseynin qatillərini öldürüb. Bu cəhətdən xoşlara gəlir onlar. Amma onda dayanırlar, o tərəfə getmirlər. Lakin o tərəfə getsələr, sonuna onun sonuna. Onun sonu yaxşı qutarmır. Mesela evvelde de o da Kufəliklər kimi İmam Hüseyin'i dəvət edib sonra tartışıyorlar, sonra başlayır. Muxtar Saqafi bilmirəm. Kufəli idi yoxsa yox, onu bilmirəm dəqiq. Bilmirəm. Ona baxmaq lazım.